Bunlar akne deyil. Keratozis pilaris, milium, folikulit. Bəs akne nədir və necə yaranır? İltihablı və ya iltihabsız formada olan bir dəri xəstəliyidir. Bəzən bu proses illərlə davam edir, dəridə izlər və ləkələrlə nəticələnir. Hormonal dəyişikliklər, stress, qeyri-düzgün qidalanma və genetik faktorlar aknenin yaranmasına səbəb olur. Bəs müalicə necə olur? Akne müalicəsi zamanı hər pasiyentə birinci qayda olaraq individual yanaşılır. Azlığından və ya çoxluğundan asılı olmayaraq aknelər, ağır, yüngül aknelər 3 ay ərzində müalicə olunur. Bu zamanı mütləq həm dərman terapiyası, həm də seanslar tətbiq olunmalıdır. Bunlar bir-birindən ayrılmaz hissələrdir. Birlikdə olduqda çox daha tez bir zamanda nəticə əldə edirik. Seanslar dedikdə mikrodermabraziya, ölü hüceyrə qatının təmizlənməsi üçün IPL lazer, NDR lazer qayda olunur ki, bu da dəraltı səpkiləri qurutmaq üçün çox effektivdir və həm də antibakterial effektivdir. Prosedurları bitdikdən sonra akne skarlarla və ləkələrlə çalışmağa başlayırıq. Bu fərqli prosedurlar həyata keçirilir. Gördüyünüz mikroneedling akne skarlarda, ləkələrdə çox effektivdir. Fraksional erbium lazer ləkələrin və çapıqların cilalanmasında çox effektivdir. Yay aylarında soyulmayan peeling növləri, sarı peeling, PRP və digər kimi akne prosedurlarına, akne skarlarına aparılması üçün istifadə olunur.